Deməli, dəyərli dostlar, biz gəldik, çatdıq çox vacib olan başqa bir mövzuya. Will, gələcək zaman və every. Gəlin birinci izah edeyim sizə will'i, çünki çox rahatdır. Deməli, biz deyirik ki, I və bəlkə ayağa durum. Deməli, baxın, I dedik ki, go. Bu nə deməkdir? Yəni, mən gedirəm, düzdür? Yəni, ümumiyyətlə, biz harasa istiqamət bildirəndə, birinci onu bilməlisiniz ki, to'dan istifadə edəcəyik. Yəni, I go to, məsələn, work. Yəni, mən işə gedirəm. Bu K hərfidir. Aslanın K'sı. Deməli, deyirik ki, məsələn, I play piano. Mən piano ifa edirəm. Yəni, ümumiyyətlə. Bu dəqiqə yox. Mən ümumiyyətlə piano ifa edirəm. Mən işə gedirəm. Ümumiyyətlə. Biz əgər gələcəkdə desək, gedəcəm deyəs olsaq, sadəcə burada bir dənə will əlavə eləyəcəyik. Deyəcəyik ki, I will go to work. Deyəcəyik ki, I will learn English. İngilisini öyrənəcəm. I will meet with you. Səndən görüşəcəm. I will do something. Sualını yenə deyirəm. Siz intonasiya ilə verə bilərsiniz, amma yenə mən qrammatik formasını sizə sürətli şəkildə deyəcəm. Sualda will qabağa keçəcək, inkarda will'ə not artıracağıq. I will not go to school tomorrow. Sabah məktəbə getməyəcəm. Will you go to school tomorrow? Sabah məktəbə gedəcəksən. Bu qədər bəsitdir. You will go to school. You will. Bax, will ilə deyirəm, qabağa keçirmirəm. You will go to school. Gedəcəksən. Bu şəkildə deyə bilərsiniz. Bu, gələcək zamanda çox rahat, çox bəsitdir. Amma, başa düşdüm bunu, deməyin. Bunu çoxlu praktik edin. Bax, sabah nə edəcəksiniz? Hamısını dəfələrlə deməyə çalışın mütləq şəkildə. Bir də o dərslərin içərisində will ilə bərabər every var. Bu nə deməkdir? Deməli, buraya yazıram every, burada yazıram body, ya da ola bilər one, every thing, hinge yazılır, everywhere. Tamam, bunlar nə deməkdir bəs? Buraya gəlin bir kişi də əlavə eləyim. Some və no. İndi diqqətlə qulaq asın. Somebody, ya da ola bilər someone. One elə bir, necə yazdırsa eyni formadadır. Bu kimsə deməkdir. Something, nəsə deməkdir. Somewhere, harasa deməkdir. Everybody, hər kəs. Everyone, yəni hər kəs. Everything, hər şey. Everywhere, hər yer. No ilə inkarda deyirik. Nobody, heç kim. No one, heç kim yenə. Nothing, heç nə. Nowhere, heç yer. Məsələn, deyirsiniz ki, I go nowhere. Yəni, mən heç yerə getmirəm. Xəttimin çox eybəcər olduğunu bilirəm, amma where sözünü siz zaten bilirsiniz ki, where nə deməkdir. Nowhere. Okay. Məsələn, mən hər kəsi sevirəm. Necə deyərsiniz? Bax, içindən nə gəlirsə onu deməyə çalışmalısan. Fikirləşmə, cümləni qurma. De birbaşa. Nə gəlirsə içindən onu de. Baş rolla başlayacaqsan, hər kəsi sevirəm. Kimdən söhbət gedir buradan? Mən sevirəm də, düzdür, sevən mənəm, hərəkəti icra edən mənəm. I love hər kəsi. Everybody. Hər kəsi sevirəm. I love you, yəqin ki, bu ifadəni bilirsiniz çoxunuz. I love you demirəm, səni sevirəm demirəm. I love everybody. Hər şeyi sevirəm. I love everything. Hər yeri sevirəm. I love everywhere. Okay. Deməli, some, every və no-nu başa düşürsünüz. Baxın, no-da mən başqa bir inkar üçün istifadə eləmirəm. Nowhere, heç yer. Yəni, mən heç yerə gedirəm deyirlər əslində olar. Bu bizim dildə belədir. Mən heç yerə getmirəm. O, biz həm heç yerəni deyirik, həm getmirəmi deyirik. Onlar bir cümlədə maksimum bir
inkarlıq istifadə edə bilərlər. Deməli, bir dənə də əvvəlki mövzuya qayıdaq. Hardasa nəsə var strukturu yadınızdadır. Deyirdik ki, əgər hardasa nəsə var demək istəyiriksə, there is, sonra nə, sonra harda olduğunu deyirik. Məsələn, deyək ki, otaqda kimsə var. There is kimsə. Somebody in the room. Tamam. Nə var? Kim var? Somebody, kimsə. There is somebody in the room. Bu qədər bəsit, bu qədər sadədir. Gələcək zamanda necə oldu? Əvvələ qayıdıb baxın. I go nowhere. I will go nowhere. Mən heç yerə getməyəcəm. Çox rahatdır, bax. Will götürdüm. Heç yerə getmirəm. Heç yerə getməyəcəm. Tamam. I play piano. Mən piano ifa edirəm. I will play piano. Mən piano ifa eləyəcəm gələcəkdə. Bu qədər rahat, bəsit. Amma bunu başa düşdüm. Nə rahat imiş deyib keçməyin. Baxın, bunu həzm eləməlisiniz ki, yalandan mövzularla beyninizdə informasiya olaraq toplanıb, sonra bir tərəfdən də yadınızdan çıxa gedəcək. Bunu həzm eləmək lazımdır, çoxlu təkrarlamaq lazımdır və necə təkrarlamaq lazımdır, necə öyrənmək lazımdır, bunlar bütün tapşırıqlarda göstərilib. Sizə uğurlar arzu edirəm. Növbəti dərsdə görüşərik. Özünüzə yaxşı baxın.